üzmək arıqladırsa, balinalar niyə o boydadır? Alqışlayaq da oradan da gözəl sualdır. Balinalar Akiyanın icra hakimləridir, ona görə olur. Bu yaxınlarda quşların adlarını dəyişdilər. Bilmirsiniz niyə? Açıq quşlar özləri xahiş eləmişdi ki, evdəkilər bilməsin. Azərbaycan Avropada yerləşsəydi nə olardı sizcə? Azərbaycan Avropada Yerləşsəydi. onu siz bir müğənni var, Şəbnəm Tovuzlu, ondan soruşun. Öpürəm. Siz bilmirsiniz? Amerika Avropanın paytaxtıdır. Buradan oxuyuram. Qalstukun uzunluğu nə qədər olmalıdır? Qalstukun uzunluğu çox uzun olmalıdır. Çünki məmur olanda qalstuk ki, qarın ki, yekəlir, qalstuk salır. Buna görə razıyım. Hələ belələr də var. Bir neçə ay bundan öncə Astana adını dəyişib Nur Sultan qoyurlar. Sizcə Bakının adını dəyişib nə qoya bilərlər? Səni kim göndərib buraya? Qani elədin mi? Cavab verməyə də bilərsiniz. Çox sağ olun. Vermədikdə gördün mü? Gel bala, gel. Azərbaycanın ən məşhur futbolçusu kimdir? Əlbəttə ki, Qara Qarayev. Adına metro da var, prospekt də var. Buyurun, söz verin. Salamlayıram hər kəsi. Adım Orxan. Sual belədir. Stol arxasında 6 Yahudi oturubsa, stolun altında nə var? Stolun altında nə var? Yəni bu qədər kifayətdir. Xatırladım ki, bu sual daha öncə başqa KVN-də səsləmişdi. Maraqlı oldu yəni. Stol arxasında 6 Yahudi oturubsa, stolun altında nə var? Düz dedim. Bax, görürsən qardaş. Mənim təhsil nazirim başqa adam olub, ona görə. Поменять название Браво. Какое вы дадите Супермаркета? название? Да, название. Oğlum, hər adamın işi deyil, Bravo'nun adını dəyişsin. O başqa meylə. Zeynəb Xanlarova yoxsa Afaq Bəşir qızı? Yeri gəlmişkən Afaq xanım zallı olmalı. Ha? Afaq xanım. Şəxsən mən sizi seçirəm. Zal da sizi seçti. Afaq xanım, mən də sizi seçirəm. Necə oldu ki, sizi televiziyaya buraxdılar? Atam, sırokumuz qurtardı, bıraxdılar da. Axşamınız xeyir. Deməli, bildiyiniz kimi bu günlərdə Ukraynanın təzə prezidenti seçildi də. O da sizin həmkarınız, keçmiş həmkarlarınızdan biri olan Kevenşikdir. Yəni, sizlərdən hansınız növbəti prezident ola bilərsiniz? Dörd ildən sonra mən gedib Ukraynanın prezidenti olacağım. Gələn dəfə mənə zəng elə, mən səni birinci sıraya otuzurum ki, bir də belə sual vermə. Yaxşı? Çox sağ ol. Ay qardaş, qadağadan təzə çıxmışıq. Mənə bir film ujus məsləhət görün, axşam baxın. Qardaş, film ujusu nə edirsiniz? Axırıncı bu gözəllik müsabiqəsinə baxın. Kifayət edər. Qızım olub adını nə qoyum? Qızım olub adını nə qoydum? Bilirsiniz, mən bu xətti tanıdım.
bizim konsertlərə baxsaz, görərsiniz bu cür suallar olub. Özü də eyni xətlə yazıb. Bir dəfə yazıb oğlum olub adını nə qoyum, bir dəfə yazıb qızım olub adını nə qoyum. Ay qardaş, biraz istirahət elə. Televizora bax. Bir çıx şəhərə gör necə şəhərimiz dəyişilib, gözəlləşir. Hər il eyni qızım olub adını nə qoyum, oğlum olub nə qoyum. Maşallah. Deyəsən elə xalqımızı 10 milyona bu çatdırır. Niyə görə Bakı bu qədər gözəl olduğu halda Google-dan dünyanın ən çirkli şəhəri kimi qeydə alınıb? Yerə girməlisiniz ki, hörmətli Google müəllim. Zəhmət olmaz. Deyin ki, Bakımız ən təmiz şəhər olsun. Eşq olsun müəllim, nətəsiz müəllim? Hərdən bilməm də improvizasiya edirəm. Salam. Siz yenidən qadağa altına düşməmək üçün hansı tədbirlər görürsünüz? Bizim qadağamızı qaldıranın qadağasını alım. Nasbəri Dostəliyeva hərbçi olsaydı, adı nə olardı? Kim güldü böyle? El arasında da 60 deyirlər. Buyurun. Nasbəri Dostəliyeva hərbçi olsaydı, adı nə olardı? Spetsnasbəri Dostəliyeva.